Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Könüllü qoşulan vətəndaşlar pensiya yaşına çatmasından əvvəl də vəsaitləri əldə edə biləcəklər. Xəbər verilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Sığorta və Pensiya Siyasəti şöbəsinin müdir müavini Emil Əliyev bildirib ki, pensiya təminatı sisteminin gələcək dövrlər üçün maliyyə dayanıqlılığının təmin edilməsi və eyni zamanda vətəndaşlara dövlət təminatının əhatəliyinin genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri də özəl pensiya fondlarının yaradılmasıdır. Bununla bağlı qanun layihəsi də hazırlanıb. Emil Əliyev qeyd edib ki, hazırda layihə aidiyyatı dövlət orqanları ilə razılaşdırma mərhələsindədir. Vətəndaşlar bu fonda könüllü şəkildə qoşularaq gəlirlərindən vəsait ayrılırlar. Pensiya yaşına çatdıqda isə dövlət tərəfindən verilən özəl pensiya cəmlənir ki, bu da məbləğin artması ilə nəticələnir. O da bildirilir ki, dünya təcrübəsində mövcud olan özəl pensiya modelində dünyasını dəyişən şəxsin yığılan özəl pensiyası vərəsələri arasında bölünür. Sözügedən modellərin Azərbaycanda da tətbiqi mümkündür.